Salam dəyərli müəllimlər. MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün maraqlı və qəbul tipli ədəd məsələlərlə qarşınızdayıq. 2 dənə maraqlı məsələnin ətraflı izahını sizlərə təqdim edəcəm. Baxaq birinci məsələmizə. Aralarında Seyid, Mətin, Məhərrəm və Malikin də olduğu 8 nəfər birlikdə yemək yeyirlər. Gəlin hesabı bu 8 nəfər arasında bərabər ödəməyi planlaşdırırlar. Ancaq pulu olmadığı üçün Seyid və Mətin heç pul ödəmir. Malik və Məhərrəm isə ödəməli olduğu pulun yarısını ödəyirlər. Qalan 4 nəfərin hər biri planlanandan 12 manat çox ödəniş edir. Ödənən bütün hesabın rəqəmləri cəmi neçədir? Bizdə kimlərdən söhbət gedir? Qeyd edək. Seyid, sonra baş hərflərini yazaram, amma M hərfi olduğuna görə hamısını yazaq ki, qarışdırmayaq. Mətin, sonra Məhərrəm və Malik. Yəni bizə məlum olan bu 4 nəfərin adıdır. Digər 4 nəfərin adını bilmirəm. İndi baxaq necə. Burada dəyərli müəllimlər müxtəlif üsullarla yazmaq olar, amma təbii ki, biz çalışacağıq ibtidai sinif müəllimlər üçün ən rahat üsul. 8 nəfər arasında bərabər bölməyi planlaşdırırlarsa, biz ümumi hesabı 8x götürək. Niyə? Cavab. Çünki 8 nəfəri 8x-i 8 yerə böləndə hər birinə rahat x düşsün. Müəllim, mən ümumi hesabı x götürüb 8 yerə böldüm. 8-də x kimi yazdım. Heç bir problem yoxdur. Elə də yaza bilərsən. Normalda bunun hər birinə x ödəməlidir. Yəni belə planlaşdırılmalıdır. Çünki belə planlaşdırırlar. Ancaq pulu olmadığından Seyid və Mətin pul ödəmir. Yəni bura yazıram 0. Məhərrəm və Malik isə ödədiyi pulun, ödəməli olduğu pulun yarısını ödəyirlər. Yarısı nə deməkdir? Onda Məhərrəm ödəyəcək x bölü 2, Malik ödəyəcək x bölü 2. Amma bunların pulu olmadığına görə bizə restoran belə deyək, güzəşt eləmir. Biz ümumi hesabımız nədirsə, o pulu ödəməliyik. Baxmayaraq ki, Seyid və Mətində pul yoxdur, Məhərrəm və Malikin də pulu tutaq ki, azdır, onlar yarısını ödəyir. Demək, güz düşür digər 4 nəfərin üzərinə. Və necə düşür? Qalan 4 nəfərin hər biri planlanandan 12 manat, yəni planda tutduğundan 12 manat daha çox ödəniş edirlər. Normalda onların hər biri x ödəyəcəkdi, yəni 4x, amma indi 12 manat çox. Eləyəcək x üstə gələk 12. Biri 1 nəfər, qalan 4 nəfərin 1 nəfər x üstə gəl 12. Amma 4 nəfər olduğundan 4 vurulsun x üstə gəl 12. Bunu da yaza bilərik 4x üstə gələk 48. Demək, bu qalan 4 nəfər də bu qədər pul ödəyəndən sonra hesabımız tamamlanır. İndi gəlin bunları ümumiləşdirək. Ödənən bütün pulu 8x-ə bərabər eləyək. Çünki ümumi məbləğimiz 8x idi. Buradan Məhərrəmin ödədiyi x bölünsün 2, Malikin ödədiyi x bölünsün 2, qalan 4 nəfərin ödədiyi 4x üstə gələk 48 bərabərdir hamısı nəyə? 8x-ə. Məsələnin mahiyyəti budur, dəyərli müəllimlər. Burada x bölü 2 ilə x bölü 2 2-də 2 eləyir. Bunu biz yaza bilərik 1x üstə gələk 4x üstə gəl 48 bərabər 8x. Tənliyimizi həll eləsək, buradan 5x keçir bu bir tərəfə, 8x-dən 5x çıxılır. Qalır 3x bərabərdir 48, x bərabər 16. X-in qiyməti 16-dır, amma bizdə ümumi hesab 8x idi. 8-i vururam 16-ya, 4 yadda, 8 dəfə 1 8, 4 də yadda 12. 128 manat. Demək, bizim hesabımız 128 manat imiş və bütün hesabın da rəqəmləri cəmi 1 üstə gələk 2, üstə gələk 8, bu da bərabər edir 11. Doğru cavab Y variantı. Maraqlı məsələ idi. Bir növ tənlik qurmaqla məsələ həlli qaydasıyla bunu həll elədi. Yəni əslində bunlar tənlik qurmaqla məsələ həlləri kateqoriyasına aid olunur. Növbəti sualımız, baxaq. Natiq 15 manat verib 2 albom, baş hərflərinə yazıram 2 albom, üstə gələk 2 qələm, üstə gələk 10 dəftər, 10 dəftər. Aldı. Nə qədər pulu? 15 manat. Yazıram bura 15 manat. 15 manat alıb bu pulu. İndi başqa bir şərt verir. Xərclədiyi pulun hamısına, yəni əgər belə bir şərt versə ki, bu adam bunları ala bilər və xərclədiyi pulun hamısına 10 qələm yaxud da albom ala bilərdi, 6 dənə. Demir ha, 10 qələm və 6 albom. Bu yaxud belə deyək, amanca yaxud bax belə bağlayıcı da deyə bilər də. Yəni hər əlavə söz kimi. İndi hansının hissəsini adı edirsiniz eləyin. Onsuz da qaydalar gündən-günə dəyişir. Yaxud 6 albom, bu tamam dəyişir. Və bağlayıcısı olsaydı 10 qələm və 6 albom bir yerdədir, amma burada 10 qələm yaxud 6 albom. Yəni bu və ya bu. Onda bu necə eləyə bilərik? Biz yaza bilərik ki, buradan 10 qələm də bərabər 15 manata.
6 albom da bərabərdir 15 manata. İndi bizdən soruşur ki, dəftərin qiymətini, yəni D-ni tapmalıyam. D-ni tapmaq üçün 2 albom və 2 qələmin qiymətini tapıb gətirib burada. Yerinə yazıb 15 manatdan çıxmalıyam. Görün necə rahat. Burada nə var bizdə? 10 qələm bərabərdir 15 manata. Bunun hər tərəfini mən nəyə bölərəm? 5-ə bölərəm. Heç 5-ə böləndə gəlib elə birbaşa 2 qələm tapacaq. Hər tərəfini 5-ə böləndə 2 qələm bərabərdir 3 manat. Demək 2 qələmi yerinə 3 manat yazdım. Gözəl. Bundan işimiz bitdi. İndi gəlin alboma baxaq. 6 albom 15 manata bərabərdir. Bunun hər tərəfində 3-ə bölsək. 2 albom bərabər 3-ə böləndə nə alınacaq? Bunu 5-ə böldük, bunu 3-ə böləcəyik. Bu da bərabər 5 manat. Gətirib 2 albomu da yerinə bura 5 manat yaza bilərikmi? Bəli. Burada yaza bilərik 5 manat. Elə bil alındı bizdə 5 üstəgələk 3 üstəgələk 10 dəftər bərabər 15-ə. Buradan 10 dəftər bərabərdir 5-dən 3 8, 15-dən 8-ə çıxanda 7 dəftər də bərabərdir. 7 manatı 10-a böləndə 0,7 manat. Aydın oldu. Başqa cür desək 100 qəpik. Bu formada yaza bilirik. 70 qəpik və ya 0,7 manat doğru cavab elədi B variantı. Burada gözəllik nə idi dəyərli müəllimlər? Mən bir albomu və ya bir qələmi tapmadım. Yəni orada bir də onluq kəsir tapıb özümü çətinə salmadım. Elə birinci addımdaca 2 albomu, birinci addımdaca 2 qələmi tapırıq, gətirib yerinə yazıb hesablayırıq. Bu qədər dəyərli müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Sözün əsl mənasında sualların hər biri izah xatirinə izah deyil. Məqsəd sizin hər izahdan nəsə götürməyinizdir. Kanala abunə olub paylaşmağı unutmayın. İndirimli yanvar qrupuna qeydiyyat davam edir. Həm MİQ və sertifikasiya, eyni zamanda həm MİQ, həm də sertifikasiya. Qoşulmaq istəyən müəllimlər qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Sağ olun dəyərli müəllimlər. Növbəti izahlarda görüşərik.